Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin verilməsi və ya müddətinin uzadılması hansı qaydada həyata keçirilir? Son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş hallarda ölkə ərazisində daimi yaşamaq üçün icazə verilir. Həmin şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış, bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Ölkə ərazisində daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Daimi yaşamaq üçün icazə vəsiqəsində göstərilən məlumatlar elektron hökumət informasiya sisteminin xidmət kanalı olan MyGov portalı üzərindən təqdim edilə bilər. Bu vəsiqədə göstərilən məlumatların sözü gedən portal üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulur.